Deməli, məşhur bokserin həyatının dəyəri və həyatı və onun digər dəyərləri. 9 olacaq B. 10-cuya baxıram. Muhammed Əlini nə Muhammed Əlini boks dışında nə xüsusi edirdi? Yəni boksdan savayı onu bu qədər xüsusi edən nə idi? He was brave, stood up for what he believed in. O cəsur idi və o öz inanclarının arxasında dururdu. Onda cavab olacaq C. 11-ə baxıram. Deməli biz burada nələr seçməliyik? Tamamlamalıyıq cümlənin davamını. Muhammed Ali started boxing after. Muhammed Ali boksingə başladı after sonra. Yəni görək nədən sonra başlayıb. Mən seçmişəm 2 və 3-ü. Someone stole his bike. Kimsə onun velosipedini oğrayandan sonra. Bəli. 3. He learned how to fight. O döyüşməyi öyrəndi. Bəli. Deməli Muhammed Ali əslində balaca bir uşaq olarkən kimsə onun velosipedini oğruyur. O isə onu tapıb onunla dalaşmaq istəyir. Çox üzr istəyirəm. Kimsə onunla dalaşmaq, kimsə yəni uğurunu tapmaq istəyir, onunla dalaşmaq istəyir, ona görə də boksingə başlayır və onun fəaliyyəti bu şəkildə davam edir. Ona görə 11-də cavab olacaq 2 və 3. 12-ci testə baxıram. Doğru fikirlər seçməliyik. Muhammed Ali trained hard and became a world champion. Muhammed Ali deməli güclü, çox məşq elədi və dünya çempionu oldu. Bəli, 1. A police officer helps him to start boxing. Polis zabiti ona boksingə başlamağa kömək edir. Bəli. 1, 3 doğru cavablardır. 2 və 4 isə yanlışdır. 13-cü testə davam edirəm. Regular verbs, yəni qaydalı feillər. Qaydalı feillər həmin feillərdir ki, onları keçmiş zamanda düzəldərkən biz onlara id, yəni ed şəkilçiləri artırırıq. Qaydasız feillər isə kökündən dəyişir. A variantı go, went, gone qaydasız feildir. C variantı da swim, swam, swam qaydasız feildir. Y variantı begin, began, begun qaydasız feildir. D variantı write, wrote, written qaydasız feildir. B variantı walk, gəzmək, call, zəng etmək, help, kömək etmək hamısı qaydalı feildir. Keçmiş zamanda onlara ed artırırıq. 13-də cavab olacaq B. 14-də davam edirəm, doğru cavabı seçməliyik. Do he like pizza? Birincisi he-dən do olmur, az olur. A variantı səhvdir. B-yə baxıram. Does he go to school? Yes, she does. Burada deyir he go to school. Bu tərəfdə she yazır. Sol tərəfdə oğlan yazıb B variantında, sağ tərəfdə qız olmaz. B variantı səhvdir. C-yə baxıram. Did he eats? Did keçmiş zamanda, eats indiki zamanın şəkli, yəni indiki zamanda üçün şəxs artırılır və sual cümlədə eats olmur ümumiyyətlə. C variantı başdan səhvdir. Həm did verib, diddən sonra did he eat olmalı idi. Eats yazıb olmaz. D variantına baxıram. Does he played? Does indiki zamanda feilə sual verir. Played keçmiş zamandadır. Bir tərəf indiki yazıb, bir tərəf keçmiş olmaz. Y variantına baxıram. Did he go to bed early? O yatmağa erkən getdi. No, he didn't. Y variantı düzgün cavab olacaq. 15-ci testdən davam edirəm. 15-ci testdə biz baxırıq ki, cümlədə yesterday sözü var. Yesterday dünən deməkdir və keçmiş zamanda. Keçmiş zamanda deməli Sara aldı yeni don dünən. Buy almaq, keçmiş zamanı bought. Sara bought a new dress yesterday. 15-də cavab olacaq C. 16-ya baxıram. Altına xaç çəkilmiş sözə sinonim tapırıq. Laugh. He began to laugh after hearing the joke. Laugh sözü gülmək deməkdir. O başladı gülməyə zarafatı eşitdikdən sonra. Laugh gülmək, C variantı smile gülümsəmək. Sinonim olacaq C variantı. Yenə də digər variantlara baxaq. A shout qışqırmaq, B speak danışmaq, D talk söhbət etmək, Y cry ağlamaq. 16-da cavab olacaq C. 17-yə baxıram. 17-də yesterday sözü var, cümlənin sonunda dünən deməkdir. Dünən barəsində deməli keçmiş zamanda biz bilirik ki, keçmiş zamanda da feillərə sual verərkən diddən sual veririk. Did you see the rainbow yesterday? Sən dünənləri bir quşağı gördünmü? Bəzi uşaqlar fikirləşir ki, müəllim burada were olsa cavab seçə bilərdik, seçə bilməzdik. Səbəbini izah edirəm. Feillərə sual verərkən diddən veririk. Əgər cümlədə feil yoxdursa, bu zaman was were-dən veririk. Bu cümlədə nə var? See, görmək. Görmək feildir, bəli. Feilin sualı olacaqdı does indiki zamanda, did keçmiş zamanda. Ona görə 17-də cavab olacaq A. 18-ə baxıram. A place where musicians record and produce sounds. Bir məkan, yer, haradakı musiqiçilər səsi yazdırırlar